Şəmkir rayonunda suvarma problemi ilə bağlı sakinlərin narazılığı bitmir ki bitmir. Milli TV vasitəsilə növbəti dəfə Prezident İlham Əliyev cənablarına müraciət edən Əmiraslanov Həsənquluoğlu bildirir ki, Suvarma Sistemləri İdarəsində çalışan Kənan Bayramov və Qurban İsazadə əkinçilərin başına min müsibət gətirirlər. Vətəndaşlar bu barədə aidiyyəti qurumlara dəfələrlə şikayətlər etsələr də, bugünə qədər heç bir nəticəsi olmayıb. Şikayətçinin sözlərinə görə, suyun istifadəsi üçün dövlət rüsumu 5 manat 71 qəpik müəyyən edilsə də, Suvarma İdarəsinin rəhbər işçiləri tərəfindən əkinçilərdən əlavə olaraq hər hektara görə 20 manat, digər sahələr üzrə isə 40 manatdan 60 manata qədər qanunsuz olaraq pul tələb olunur. Onların sözlərinə görə vəzifə səlahiyyətlərindən suyu istifadə edən Kənan Bayramovun komandasının bu hərəkətləri ucbatından əkinçilər böyük çətinliklər yaşayırlar. Hörmətli Prezident cənab İlham Əliyev, mən Əmiraslanov Həsənquluoğlu Şəmkir rayonunun Dəllərdaşbulaq kəndində əkinçiliklə məşğul oluram. 15 nəfər ailə üzvlərimizlə birlikdə gördüyünüz bu sahədə 30 hektardan artıq taxıl əkmişik. Taxılımızın su təchizatı 2 ədəd su barsisan quyusunun hesabına ödənilir. Real istifadə etdiyimiz suyun haqqını Dərya Sibə ödəmişik. Buna baxmayaraq, aprel ayının 15-də taxıl suvararkən həmin artizanları şəbəkədən ayırmışlar. Belə məlum olmuşdur ki, bu göstərişi Suvarma Sistemləri İdarəsinin satış şöbəsinin müdürü Kənan və Dərya Sibin seçilməmiş, təyin edilmiş sədri Qurban İsazadə vermişdir. Bu barədə bir neçə gün bundan əvvəl sosial şəbəkədə sizə və yerli icra hakimiyyəti orqanlarına müraciət etmişdim. Sağ olsunlar, yerli icra hakimiyyəti orqanları bizi və o tərəfi qəbul edib bu məsələni müzakirə elədilər və qeyri-şərtsiz olaraq taxılın suvarılmasını bərpa etməyə tapşırdılar, tövsiyə etdilər. Onlar kabinetdə söz verdilər, sonra isə əməl etmədilər. Onlar bizdən haqsız su pulu tələb edirlər. Real istifadə etdiyimiz suya görə deyil, özlərinin müəyyənləşdirdiyi, onlara sərf edən qiymətlərlə bizdən su pulu tələb edirlər. Yəni ki, belə ki, fonda yığılan pulu İstədiyi kimi onlar istifadə edirlər. Öz yaxınlarının, qohumlarının kart hesablarına ötürürlər. Ona görə də həddindən artıq varlandıqları üçün əkinçini adam hesab etmirlər. Mən xahiş edirəm ki, belə üzr istəyirəm sizi demişkən, o yerlərdə harınlamış məmurların haqqında ciddi tədbir görülməsi üçün müvafiq təşkilatlara göstəriş verəsiz. Onu da qeyd etmək istəyirəm ki, Kənan Bayramov və Qurban İsazadənin barəsində əkincilərdən yuxarı təşkilatlara minlərlə şikayətlər getmişdir. Amma hazıra qədər onların barəsində bir tədbir görülməmişdi. Bunlar bu vəzifəni mənimsəyəndən sonra bütün əkinçilər arasında və Suvarma Sistemləri İdarəsi arasında mübahisələr günü-gündən böyüyür. Ona görə xahiş edirəm ki, bu korrupsioner insanların haqqında ciddi tədbir görülsün. Qeyd edək ki, Şəmkir Suvarma Sistemləri İstismarı İdarəsinin rəhbər işçilərinin qanunsuz əməlləri ilə bağlı Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsində araşdırmalar davam etdirilir. Bildirilir ki, 2025-ci ilin iyun ayında xüsusilə külli miqdarda dövlət əmlakının talanması və vəzifə səlahiyyətlərindən suyu istifadə halları ilə bağlı Cinayət Məcəlləsinin 179.4 və 308.2-ci maddələri əsasında cinayət işi başlanıb. Məlumatlara görə aparılan araşdırmalar zamanı idarənin bəzi rəhbər şəxslərinin bir sıra qanunsuz və korrupsioner əməllərinin öz təsdiqini tapdığı iddia olunur. Sakinlər və əkinçilər isə bildirirlər ki, sözügedən qurumun fəaliyyəti ilə bağlı aidiyyəti dövlət qurumlarına ünvanlanan şikayətlərin ardı-arası kəsilmir. Vətəndaşlar məsələnin tam və obyektiv araşdırılmasını, qanunsuzluqlara hüquqi qiymət verilməsini tələb edirlər.